Vaxtaşırı olaraq dünyanı silkələyən faktlarla gündəmə gələn Epstein'in adı son vaxtlar mediada daha sıx çəkilməyə başlayıb. Belə ki, bazar günü fevralın 1-də Epstein işi ilə bağlı yeni fayllar paylaşılıb. Məlumata görə bu fayllara 2000 video, 180 min şəkil və 3 milyon vərəq daxildir. O da bildirilir ki, bu sənədlər arasında Trump'a qarşı siyasi baxımdan öldürücü zərbə vuran sənədlər də yer alıb. New York Times qəzetinin yazdığına görə Ədliyyə Nazirliyi tərəfindən dərc edilən son elektron poçt, hökumət sənədləri, videolar və digər sənədlərdə Trump'a, onun arvadına, Floridadakı Mar-a-Lago klubuna, digər əlaqəli söz və ifadələrə aid 38 mindən çox qeyd olan 5300-dən çox fayl aşkar edilib. Departament tərəfindən ötən ilin sonlarında dərc edilmiş Epstein işi faylının əvvəlki hissələrində də Trump'la əlaqəli istinadların olduğu daha 130 fayl var idi. Bəs Epstein sənədləri ilə adı tez-tez gündəmə gələn, azyaşlı uşaqların, yeniyetmə qızların cinsi istismarında ittiham edilərək həbs edilən, 2019-cu ildə məhkəməyə çıxarılmazdan əvvəl həbsxanada ölü tapılan Epstein kimdir? Jeffrey Epstein əvvəllər riyaziyyat müəllimi olub. Tələbələrindən birinin atası onunla maraqlanıb, bəyənib və bankına işə götürüb. Epstein çevrə yığmağı, insanları bir-biri ilə tanışdırmağı bacaran biri olub. Bu bacarığıyla bir neçə ilə bankda ortaq olur. Sonra bankdan ayrılıb öz investisiya şirkətini qurur və yalnız milyarderlərlə işləyəcəyini elan edir. Güclü danışıq qabiliyyəti və əlaqə qurmaq bacarığı hesabına sürətlə yuxarı çevrələrə daxil olur. Daha sonra Amerika Birləşmiş Ştatlarında kasıb və çarəsiz qızlar taparaq onları masajçı adıyla işə götürür. Ziyafətlərdə, görüşlərdə dost tanışlarını masaj üçün çağırır. Masajdan sonra intim münasibət başlayanda bunu gizlicə videoya çəkir və həmin adamları şantaj edir. Bu yolla həm nüfuzunu, həm də sərvətini artırır. Şəbəkəni böyütmək üçün ada alır və oranı 15-20 yaş arası kasıb evsiz qızlarla, necə deyərlər, doldurur. Qərb dünyasında saysız hesabsız milyarder, siyasətçi, alim və aktyoru ora dəvət edir. Media və kameralardan uzaq olmaq istəyənlər üçün bu ada bir növ sığınacaq rolunu oynayır. Günlərin birində adadakı qızlardan biri cinsi istismarla bağlı şikayət edir. Başqa qızlar da ürəklənir, məsələ böyüyür və Epstein həbs olunur. Bir dəfə xilas olur, ikinci dəfə isə artıq çıxa bilməyəcəyini anlayıb intihar edir. Bir sözlə, Epstein həm investor, həm milyarder, həm də bahalı partilərin təşkilatçısı olub. Demək olar, hər kəslə fotosu var. Bir çox adam kameralardan qaçmaq üçün onun adasına gedib. Amma bu o demək deyil ki, oraya gedənlərin hamısı cinayət işində iştirak edib. Adaya ziyarət edənlərin çoxu orada nələr baş verdiyindən ümumiyyətlə xəbərsiz olub. Epstein dosiyələrində gördüklərimiz həqiqətən də dəhşətlidir. Bu, elitaların, institutların və nəzarət mexanizmlərinin sistemli iflasıdır. Amma Amerika demokratiyasının gücü onda deyil ki, belə şeylər baş vermir. Onun gücü ondadır ki, bunlar ifşa oluna, araşdırıla və ictimai müzakirəyə çıxarıla bilir. Amerika Birləşmiş Ştatları Ədliyyə Nazirliyi tərəfindən dərc edilmiş arxiv sənədlərində adı hallanan liderlərdən biri də Fransa prezidenti Emmanuel Macron'dur. Məlumata görə Macron Amerikalı maliyyəçi Jeffrey Epstein'lə 2016-cı ildə Birləşmiş Ərəb Əmirliklərindən olan iş adamı və DP World şirkətinin icraçı direktoru Sultan Əhməd bin Sulayem vasitəsilə iş görüb. Bildirilib ki, 2016-cı ildə Macron François Hollande'ın prezidentliyi dövründə iqtisadiyyat naziri vəzifəsində çalışıb. Sənədlərə görə məhz bu ildən etibarən o, insan alverində və yetkinlik yaşına çatmayanlara qarşı cinayətlərdə ittiham olunan Epstein'lə əlaqə saxlamağa başlayıb. 2018-ci ilə aid məktublarda Macron'un artıq prezident kimi hazırlanmasında kömək üçün Epstein'ə və digər şəxslərə müraciət etdiyi göstərilir. Yazışmalara görə Epstein Amerikalı iş adamları ilə Macron administrasiyası arasında rəsmi kanallardan kənar əlaqələrin qurulmasında
vasitəçi kimi çıxış edib. Daily Mail nəşri kəşfiyyatdakı mənbələrə istinadla maliyyətçi Jeffrey Epstein'in Rusiyaya işləyə biləcəyi ilə bağlı məlumat paylaşıb. Epstein fayllarında Rusiya prezidenti Vladimir Putin'in adı 1056, Moskvanın isə 9629 sənəddə çəkilir. Epstein daha çox şantaj üçün nüfuzlu şəxsləri qadınlarla tanış etməklə Rusiya ilə əməkdaşlıq etmiş ola bilər. Epstein Federal Təhlükəsizlik Bürosu üçün dünyanın ən böyük honey trap əməliyyatlarından birini də idarə etmiş ola bilər. Epsteinin Rusiya mafiyası ilə uzun müddət əlaqələri olub və xüsusən də bu, onun Rusiyadan qızları maneəsiz necə gətirə bildiyini izah edir. Nəşr bildirib. Amerika Birləşmiş Ştatları Ədliyyə Nazirliyinin yaydığı xüsusi məktubda da qeyd olunub ki, Epstein Putinlə mümkün görüşləri müzakirə edib və 2018-ci ildə Helsinki sammitindən əvvəl Kremlə Trump haqqında vacib məlumatlar verə biləcəyini bildirib. Trump demişkən, son hadisələr fonunda Amerika Birləşmiş Ştatları lideri davamlı olaraq Epsteinlə əlaqəsi olmadığını açıqlayır. Barəsində gedən informasiyaları təkzib edir. Cənubi Amerikalı komediyaçı Trevor Noah açıqlamasında Donald Trump'ın Qrenlandiyanı israrla istəməsini onun Bill Clinton'la vaxt keçirdiyi Epstein adasının artıq mövcud olmaması ilə əlaqələndirib. Amerika Birləşmiş Ştatları prezidenti isə buna cavab olaraq sosial şəbəkəsində belə bir paylaşım edib. Bill adından danışa bilmərəm, amma mən nə Epstein adasında, nə də yaxınlığında heç vaxt olmamışam. Bu gecəki yalan və böhtan xarakterli açıqlamaya qədər heç vaxt orada olmaqda ittiham olunmamışam. Hətta saxta xəbər mediası tərəfindən belə. Noah faktları tez bir zamanda dəqiqləşdirməlidir. Deyəsən, vəkillərimi bu yazıq, acınacaqlı, istedadsız, axmaq bir MC-ni məhkəməyə verməyə və ondan çoxlu pul tələb etməyə göndərəcəyim. O qeyd edib. Epsteinlə əlaqəsi olmadığına israr edən Trump onu da bildirib ki, Jeffrey Epstein onun seçkilərdə uduzması üçün bir yazıçı ilə gizli danışıqlar belə aparıb. Epstein işində yer alan sənədlərdən marağa səbəb olan məlumatlardan biri də Kəbənin örtüyünün parçalarının maliyyətçiyə göndərilməsidir. Məlumata görə Kəbənin örtüyünün parçaları Epsteinə göndərilib və bunun dini önəmi elektron poçt vasitəsilə açıqlanıb. Bildirilib ki, parçalar Birləşmiş Ərəb Əmirliyində yaşayan Əzizə Əl-Əhmədi adlı Səudiyyə Ərəbistanı vətəndaşı tərəfindən göndərilib. Qadın 2017-ci ilin 22 martında göndərdiyi elektron məktubda parçaya təvah zamanı ən azı 10 milyon müsəlmanın toxunduğunu və duaları, göz yaşları və ümidləri daşıdığını bildirib. Məlumat üçün onu da bildirək ki, Məkkənin örtüyü hər il hicri təqvimlə Məhərrəm ayının 1-də yenilənir. Məkkədə xüsusi fabrikdə 800 kiloqramdan artıq saf ipəkdən istehsal olunan örtüyün üzəri qızıl və gümüş saplarla yazılır. Çıxarılan örtü isə hissələrə bölünərək müxtəlif beynəlxalq təşkilatlara və ölkələrə göndərilir. Dünyanın bütün diqqətini verdiyi Epstein işi ilə bağlı yeni açıqlama isə Clintonlardan gəlir. Belə ki, Politico nəşrinin yazdığına görə Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Bill Clinton və həyat yoldaşı, keçmiş dövlət katibi Hillary Clinton azyaşlıların cinsi istismarında ittiham olunan maliyyətçi Jeffrey Epstein'in istintaqı ilə bağlı Konqres qarşısında ifadə verməyə razılaşıblar. Nümayəndələr Palatasının Nəzarət Komitəsi aylardır onların ifadəsini tələb edir. Bu qədər fakt, iddia və sənədlər fonunda Epstein işi təkcə bir maliyyətçinin cinayət dosyası deyil. Qlobal münasibətlərin, kölgə diplomatiyasının və toxunulmaz hesab edilən elitaların necə işlədiyini göstərən güzgüyə çevrilib. Epstein işinin əsl yekunu isə hüququn, şəffaflığın və ictimai nəzarətin qalib gəlib gəlməməsində yazılacaq.